Vahid, sənin söhbətlərindən bilirdim ki, yaxın vaxtlarda yer üzündə güclü zəlzələlər, küləklər, qasırğalar, yağışlar, sellər olacaq. Bununla belə 1999-cu ilin 17 avqustunda Türkiyədə və sonra isə Tayvanda baş verən zəlzələlərin nəticələrini televiziya ekranlarında gördükcə də dağıdıcılıqları məni dəhşətə gətirirdi. Ümumiyyətlə, indiki dövrdə insanların əksəriyyəti bu dediyim zəlzələlər barəsində çox maraqlanırlar. İstəyərdim ki, sən bu barədə mənə danışasan. Ümumiyyətcə, zəlzələnin özlüyü, yəni mənşəyi üçdür. Var məhəlli zəlzələ, yəni bir sahənin bir balaca tərpənişi. Bu insanlara xəbərdarlıq üçündür. Var uzununa zəlzələ. Bu böyük dağıdıcılığa malikdir. Yəni bu bəla gətirəndir, bəlalı zəlzələdir. Üçüncüsü isə çəpinə zəlzələ. Ümumi halda hər üç zəlzələ xəbərdarlıq üçündür. Uzununa və çəpinə zəlzələnin baş verməsi həmin zonada yer qatlarının, təbəqələrinin, laylarının quruluşundan çox asılıdır. Zəlzələnin baş vermə anlarında bu qatlar talımlanırlar, dartıda dururlar. Amma dartıda durmaqla onlar çökmürlər, əksinə qalxırlar. Bunun səbəbindən zəlzələnin yerüstü forması da dalğavarı alınır. Deyə bilərsən ki, qatların bir tərəfində, bir yerində qalxma varsa, digər bir yerində çökmə ola bilər. Amma əslində çökmə yoxdur. Laylar çökərsə əgər, demək yer qatının özünə böyük dəyişikliklər gəlməlidir. Bu olmur. Bu barədə Böyük Yaradanın Yaranış kitabında deyimi var. 7-ci bölmə 229-cu deyim. Laylar pozularsa əgər, yer qatında sular, dərinliklərdə laylar, işığa yaxın istilər ahəngdən uzaq olar. Yuxarıdakı dediklərim uzununa zəlzələyə aid idi. Yəni həmin zonada qatlar, təbəqələr, laylar mürəkkəb quruluşda deyil, nisbətən sadə, əsasən yer səthinə paralel, bir istiqamət üzrə, uzununa quruluşda olurlar. Çəpinə zəlzələ zonasında isə laylar, təbəqələr uzununa və eninə olmaqla bir-birinə bağlılıqdadırlar və dama formanı xatırladır. Bir lay, təbəqə o birisini həm mühafizə edir, həm də yaranışına köməkçidir. Buradakı zəlzələ zonası bir sahəlidir. Uzununa zəlzələ böyük dağıdıcılığa malikdirsə, əksinə burada çəpinə olan təbəqələr uzununa təbəqələrdəki dağıdıcılığı azaltmaqla yerüstü zəlzələni zəiflədə bilir. Uzununa zəlzələ zonasındakı təbəqələr, laylar çox uzun olurlar. Ona görə zəlzələ yer üstündə böyük sahələri əhatə edir. Yox, layların özlərinin lay qədəri var. Amma hər bir layla digər qonşu layın arasında bir bozluq qatı var. Bu, əbədiyyətdən gələn bozluqdur. O bir yaddaşdır. Qatların əbədiliyini hifz edib saxlayır. Lakin onları biri-birindən ayırmayır. Zəlzələnin baş verməyi təkcə insanların məsuliyyətsizliyi ilə, onların yer üzünə gətirdiyi qaralıqları ilə bağlı deyil. Yəni, bütün məsuliyyəti indiki adamların üzərinə yıxmaq olmaz. Yer kürəsi indiki vaxtda özünü qaranlıq yığımlarından azad edir. Bu proses 11 avqust 1999-cu ildə Günəş tutulmasından sonra daha da güclənib və gələcəkdə də güclənəcəkdir. Günəş tutulması vaxtı Günəş özünü qaranlıq yığımlarından azad etdi və ona yeni işıqlar gəldi. Bax gör, 23 sentyabr 1999-cu il saat 22:35 tarixində Böyük Yaradan nə deyir? Zəlzələ olar, xəbərdarlıq olar, yeniliyə xəbərdarlıq olar. Yer qatları tarımlanar ki, çökməz. Tarımlanar, gəlilər, əsəbi zəkaya oxşar. Yer bəlalardan, uğursuzluqlardan özünü uzaq edər. O qatlara yenilik gələr. Qat var ki, yeniləşər, ərazi yeniləşər. Qat var ki, ərazi var ki, ilk qaranlıqlardan özünü azad edər. Bəşər dərk etməz. Məkr üstünə məkr, o əraziyə qaranlıq üzərinə qaranlıq gətirər. O əraziyə gərilmə gətirər. O ərazi dərin qatlardan tarımlanar. Zəlzələnin icraçısı var, çox zəhimli icraçısı var. Zəlzələ olar, yer qatları tarımlanar, gəlilər, dartıda olan liflərə oxşar. Birini birindən aralı, düz xətli, uzununa və dikinə tarımlanar, dartıda olan liflərə oxşar. Tarımlanar, gəlilər, gərilmədən azad olar, qat-qat olar, sakit olar. Yenilik gələr o qatlara, yenilik gələr. O qatlar tam yeniləşənəcən dartımda olar. Aram-aram dartınmada olar.